Hava şəraiti ilə bağlı xəbərdarlıq, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Ajans AS xəbəri verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 19-u gündüzdən mayın 20-si səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Xidmətdən Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Tərtər, Bərdə, Yevla, Ağcabədi, Gədəbəy, Göygöl, Qazax, Beyləqan, Sayan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göçay, Ağdaş, Kürdəmir, Zərdab, Ucar, Satlı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəkirqax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, Busar, Quba, İsmayıllı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara və Naxçıvan, Emirdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.920.7 mm təşkil edəcəyi bildirilib. Bakıda və Abşeron yarımadasında Tovuz, Samux, Ağstafa, Daşkəsən, Gəncə, Şəmkir, Mingəçevir, Naftalan, Goranboy, Qobustan, Neftçala, Hacıqabul və Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 mm-də güclənəcək.